Bugünkü story'de paylaştığım bu saçın hörməsilə əslində bəziləriniz bilmişsiniz, sizi təbrik edirəm. Bəziləriniz də bilməmisiniz. Bəli, kötü enerjilərdən, pis vampir kimi çəkən insanların enerjilərindən qorunmaq üçün bəli, saçları hörmək lazımdır və qızlar sizə də tövsiyə edirəm, saçınızı hər zaman en azından biraz da olsun hörün. Bu da sizi her zaman pis enerjilerden koruyur. Sizi təbrik edirəm. Bir de bu deyir ki, nənələr deyir ki, hörəndə saç uzanır. Valla mən uzun sürədir saçımı hörürəm, hələ uzamayıb saçlarım. Yəni nənələrimiz düz demiş ola bilər, amma bunun nə qədər real olduğunu bilmirəm. Amma bunu bilirəm ki, qoruyur. Yəni siz bunu eləyə bilərsiniz. Məncə hörün qızlar saçınızı. Oğlanlar da eləsin yaxşı qorunmaq üçün. Oğlanlar da onun fikirləşim görüm, bir baxım görüm, bir danışım evrenlə bağlantıya keçib. Milli Show sayfamıza abone olmayı unutma.